Salam, səni burada görmək çox xoşdur. Çünki əgər burdasansa, aydın məsələdir ki, özünə maddi və mənəvi olaraq investisiya eləyirsən. Bu performans həyəcanınla bağlı. Fərqi yoxdur, imtahan verəcəksən, yoxsa işdə hər hansı prezentasiya təqdim eləyəcəksən. Yəni performans göstərməyin lazım olan istənilən yerdə bu proqram sənə kömək eləyəcək. Əslində bu proqramı yaratmaq səbəblərimdən ən böyüyü də budur. Çünki bir çox insanla tanış oluram, hekayələrini danışırlar və bunu bildirirlər. Hazırlaşıram, hər şey yaxşıdır, amma o imtahanı istədiyim şəkildə verə bilmirəm. Ya da o işdə istədiyim şəkildə çıxış eləyə bilmirəm. Bax, bu proqram bunun üçün nəzərdə tutulub. Bilirsən, məlumatın var, bilirsən nəyə hazırlaşırsan, bilirsən nəyi neynəyəcəksən, amma o gələn həyəcan, onunla neynəyəcəyini bilmirsən. Bu proqramda məhz bunu öyrənəcəksən. Proqramı xüsusilə dərin hazırladım, bilərək elədim bunu. Psixodinamik aspektdən hazırladım. Çünki bu həyəcanın, performans həyəcanının deyək, sadəcə bir həyəcan olduğunu düşünmürəm. Bir çox şeyi simvolizə eləyir əslində və müəyyən texnikalar bir kənara da, yəni texnikalarla işləməyi tam olaraq uyğun hesab eləmədim. Düşünürəm ki, biz burada çox daha dərindən işləməliyik. Bu həyəcan bizim üçün nəyi simvolizə eləyir? Daha dərinlər nəyi göstərir? Bu həyəcana yer versək necə olar? Kimi çox daha dərindən bu həyəcanla işləmək istədi. Məhz bu səbəbdən bu proqramı çox dərin bir şəkildə hazırladım. Bu birinci videodur və sadəcə bir tanışlıq videosudur. Burada heç bir şey eləmirsən, amma bundan sonraki videoların hərəsinin öz mövzusu var, hərəsinin öz dərinliyi var və o videolarda çalış ki, mən bir hadisə haqqında danışanda səndə nə baş verir, sənin üçün bu necədir? Bu hissələrə baxasan. Onsuz da düşünürəm ki, sənin zehninə gələcək bunlar. Sadəcə zehninə gələn hissələrdən xəbərdar olmağını istəyirəm. Hətta sırf bu proqram üçün ayrıca bir dəftər tuta bilərsən ki, o özünlə o əlaqəni görə biləsən. Çünki bu proqram sırf sənin o həyəcanla bağlı artıq nə düşünürsənsə, onu öyrənib, o səni tətikləyən yerləri öyrənib, onları dəyişdirmək üzərinə qurulan bir proqramdır. Bundan əlavə, nəinki videolarda zehninə gələn şeylər olacaq, amma eyni zamanda hər video sonunda, bu video xaric, səni bir PDF faylı gözləyir, hansı ki içərisində müxtəlif sayda suallar olur. Bu suallar hər video üçün çox fərqlidir. Bu suallar sayəsində sən əslində hardan hara gəldiyini görə biləcəksən, özünü izləyə biləcəksən, amma ən əsası özünü həyəcanla bağlı zehniyyətini, tətiklənmələrinin harda olduğunu, bunları öyrənəcəksən bir-bir. Bizə bu şeyləri bilmək çox önəmlidir. Çünki sənlə bərabər nələr üzərində işləyəcəyimiz aydın olsun və təbii ki, bunları bilməyimiz, bunlar üzərində necə bir texnika istifadə eləyəcəyi, bax, bunu da müəyyənləşdirməyimizdə kömək eləyəcək. Bu səbəbdən həmin o suallara hər videonun sonunda bir zaman ayırmağını, cavab verməyini, əslində yazmağını istəyəcəm. Yaza bilmirsənsə, özünə səs göndərə bilərsən. Məsələn, WhatsApp üzərindən ya da voice recording eləyə bilərsən. Bax, buna bir zaman ayırmağını istəyəcəm səndən. Xüsusi bir zamanını almayacaq əslində, bunu da bil. Bu proqram keçməli olduğun bir sistemdən çox əslində özünə olan səyahətdir. Çünki imtahan həyəcanı deyirik, performans həyəcanı deyirik və üzərindən keçirik. Amma bu həyəcan bu qədər sadə bir şey deyil, çox dərindir və sənin haqqın var o dərinliyi bilməyə və sənin haqqın var o dərinliklə işləməyə. Bu səbəbdən bu proqram bir yerə çatmaqdan çox özünə gəlmək. Bunun üzərinə qurulub. Bu çalışmalar da əslində buna görə çox vacibdir. Proqramı bitirəndən sonra nə vaxt, necəsə, narahatlıq hiss eləsən, həmişə bu proqrama qayıdıb bu videoları izləyə bilərsən. O çalışmaları yenidən və yenidən eləyə bilərsən. Çünki dediyim kimi, bu bir başlanğıc və son deyil, sadəcə bir vasitədir sənin əlində. Hansı ki, sən bu vasitədən istifadə eləyərək əslində özünlə əlaqə yaradıb bu həyəcanınla çox daha dərin səviyyədə işləyə bilərsən və təbii ki, bunu elədikcə zaman-zaman bu suallar üzərinə, bu cavabların daha doğrusu üzərinə düşündükcə və digər şeylər, bunlar hamısı bir yerdə, bir də baxırsan ki, əslində hardasan, harda olmusan və indi hardasan. Bax, bunlar həqiqətən əhəmiyyətlidir deyə düşünürəm. Bax belə, bu sadəcə bir tanışlıq videosuydu. Videolar arasında müəyyən məsafələr olacaq. Çünki bir videonu həzm eləməyin, həqiqətən onun səndə oturmağı, sən ona bir yer aça bilməyin oradakı məlumatlara, oradakı proseslərə mütləq şəkildə lazımdır. Və ondan sonra isə videolar bir-bir gələcək və salam, video 1-də görüşərik.